Bir neçə gündür ki, vətəndə əskəri xidmətə yola salma mərasimləri başlayıb. Ata-analar sevinclə, gül çiçəklə öz balalarını xidmətə yola salırlar. Hətta məclis qurub sevinclərini qohum qardaşları ilə bölüşdürürlər. Bu da məndə qürur hissi yaratdı. Hətta kövrəldim də. Şükür dedim sənə, ay Allah. O acılı günlərimiz geridə qaldı. Var olsun dövlətimizin ali başkomandanı. Var olsun qəhrəman ordumuz. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Yaşasın günəşli Azərbaycan. Bu münasibətlə Əskər gedir şeirini söyləmək istəyir. Oğul əskər gedir, kövrəlir ana. Ana ürəyini qoran qaralır. Qohum əqrəbalar dolur meydana. Yığışıb əskəri el yola salır. Allaha əmanət edər balasın. Söyləyər gələndə kəsəcəm qurban. Yoluna müqəddəs ruhlar calansın. Toyunu eyləyim boyuna heyran. Kişilik məktəbi adi söz deyil. Vətən üçün doğulan, vətən üçün ölər. Bir də baxırsan ki, keçib ailə il. Bu əskər balamız salamat gələr.